Quranın təhrif olmadığını sübut edən bir çox dəlillərimiz var. Lakin mən şəxsən elə düşünürəm və həqiqətən də bu cürdür. Bunların içində ən əsas dəlil elə ağıldır. Necə? Biz bilirik ki, İslam dini sonuncu dindir və bundan sonra heç bir din gəlməyəcək. Əgər biz desək, nəuzubillah, Qur'an-ı Kərimdə bir təhrif baş verib, bir azalma baş verib, bir çoxalma baş verib, o zaman İslamın əbədi bir din olması sual altına gedir. Çünki İslam dininin iddiası budur ki, sona qədər bu din qalacaq və insanlar bu dinin vasitəsilə hidayət tapacaqlar. Əgər Quranda bir təhrif baş versə, o zaman insanların səadəti sual altına gedir. İnsanların xoşbəxt olması sual altına gedir. Və əlbəttə hədislərdən və digər yerlərdən, hətta Quran ayələrindən də bu məsələni isbat etmək olar.